Neçə edir? Sakit. Sinifin nizam intizamına riayət edin. Bu birinci günün dərsidir. 2 üstə gəl 2 bərabərdir 5. Bir daha təkrar edək. 2 üstə gəl 2 edir 5. 2 üstə gəl 2 neçə edir? 5 edir. Edir 5. Bərkdən. 2 üstə gəl 2 5 edir. Biraz da bərkdən. Neçə edir? 5 edir. Təkrar edərik. 2 üstə gəl 2 neçə edir? 5. Nədir oğul? Müəllim, üzr istəyirəm, məgər 2 üstə gəl 2 4 eləmir? Axı bayaq sənə dedilər ki 2 üstə gəl 2 5 edir. Sən sual verməməlisən, aydındır? Amma sadəcə düşündüm ki... Sən düşünmə, düşünməyinə də ehtiyac yoxdur. 2 üstə gəl 2 5 edir. İndi isə əyləş və sakit ol. Dəftərlərinizi açın və yazın. 2 üstə gəl 2. Müəllim, icazə olar, 2 üstə gəl 2 4 edir. Həmişə 2 üstə gəl 2 4 edib. İndi bundan sonra necə 5 edə bilər? Sənə kim icazə verdi ki danışasan? Söylədiklərimə şək edirsən? Müəllim, axı... 2 üstə gəl 2 5 edir. Təkrarla. Axı müəllim... Təkrarla. 2 üstə gəl 2 4 edir. Məyər görmürsünüz ki 4 edir? Çevril. Axı özünüz də bilirsiniz, niyə demirsiniz? Sakit ol. Qaydana qədər də yerindən tərpənmə. Əşi, sən də mumla da. İstəmirik ki başımıza iş açsınlar. Sən onu yaman əsəbləşdirdin, gəlib səni öldürəcək. Bu sözə baxmayan şagird hesab edir ki digərlərindən ağıllıdır. Oğlan bir daha de. 2 üstə gəl 2 neçə edir? Müəllim, 4 edir. Eşitdiniz? İnana bilirsiniz? Bu şagirdlər məktəbin ən yaxşı şagirdləridir. Məktəbin nümunəsidirlər. Siz də bu cür olmalısınız. İndi deyin görüm. 2 üstə gəl 2 neçə edir? Müəllim, icazənizlə 5 edir. Afərin. Bura gəl görüm. Ala. İndi isə götür və həll elə. Düzgün cavabı yaz. Bax, bu sənin axırıncı şansındır. Yaxşı, aranızda dərsi başa düşməyən biri qalıb, mənə bax. Bunu da çölə çıxarın. Dəftərinizi açın və yazın. 2 üstə gəl 2 bərabərdir 5. 2 üstə gəl 2 neçə edir? 5 edir. Neçə edir? 5. Bərkdən neçə edir? 5 edir. Neçə edir? 5 edir.